Salam, hər vaxtınız xeyir olsun. Bu videoda 12 oktyabr 2025 tarixində Güvənin ikinci qruplar üçün keçirmiş olduğu sınaq imtahanında düşən riyaziyyat suallarının izahını verəcəm. Birinci sualda deyir ki, AB2 rəqəmli ədədi, yazaq bax, AB2 rəqəmli ədədi onluqlarının sayından, bunun onluqlarının sayı nə qədərdir? Bax, bu A qədərdir də. Onluqların sayından 14 dəfə böyükdür. Deməli, bu bərabərdir 14A-ya. B-nin mümkün qiymətlərinin cəmini istəyir. Gəlin buradan 10A plus B-nin mərtəbə toplananların cəmi şəklində yazaq. Yaza bilərik 10A üstəgəl B kimi bərabərdir 14A-ya. Onu keçirsək, işarəsini dəyişib 14A-nın yanına olacaq 14A çıx 10A. Bu da eləyəcək 4A. İndi görək B hansı qiymətlər ala bilər? A 1 olanda B olacaq 4, A 2 olanda B olacaq 8. A-ya 3 verə bilmirəm, çünki B 12 olur. B-də 2 rəqəmli ədəd ola bilməz də, çünki A da B də burada rəqəmdir. İndi bunun cəmini istəyir, toplayırıq. Deməli, B-nin mümkün qiymətlərinin cəmi 12 olur. Doğru cavab olur deməli C variantı. Baxaq növbəti ikinci suala. Yan tərəfi 7 sm, oturacağı A olan bərabəryanlı üçbucaq, gəlin çəkək. Yan tərəfi 7, oturacağı da A olan bərabəryanlı üçbucağın bərabəryanlı üçbucaq A-nın neçə tam qiymətində kör bucaqlı üçbucaqdır? A-nın neçə tam qiymətində kör bucaqlı üçbucaqdır? Deməli, belə deyək də. Kör bucaqlı üçbucaqlarda, bax A-nın qarşısında duran bucaq alfa olsun da, bu kör bucaqlı olanda onda üçbucaq bərabərsizliyini gəlin yazaq. Əgər alfa kör bucaqdırsa, onda onun qarşısında duran tərəf digər iki tərəfin kökdə kvadratları cəmindən böyük olmalıdır və digər iki tərəfin cəmindən kiçik olmalıdır. Yəni, bu körbucaqlı üçbucaq üçün üçbucaq bərabərsizliyidir. İndi, deməli, gəlin yan tərəflərimiz 7-dir. Qiymətlərini yerinə qoyaq. 7 kvadratı 49, üstəgəl 49, kiçikdir A, kiçikdir A üstəgəl B-də 14 eləyir. Yəni, bərabəryanlı olduğuna görə ikisi də 7-dir. 49-un üstünə 49, bundan təxminən nə çıxır ki? 7 kökətdə 2 çıxır da. 7 kökətdə 2, yəni 49-un üstünə 49, 98 eləyir. O da 7 kökətdə 2 çıxır. Kiçikdir A, kiçikdir 14. İndi deyir ki, A-nın neçə tam qiymətində deyir. Eləmi? Deməli, A 7 kökətdə 2, kökətdə 98 deməkdir. 98 yerləşir 81 ilə 100 arasında. Yəni, 9 ilə 10 arasında. Deməli, 9 tam onda neçədir? Bu tərəf, deməli, belə çıxır ki, 9 tam onda, məsələn, 7-dir də tutaq ki. Ya da 8-dir, 100-ə daha yaxındır da, deyək ki, belə bir rəqəmdir. Onda deməli, A hansı qiymətlər ala bilər? 10-u, 11-i, 12-ni və 13-ü ala bilər. A-nın neçə tam qiymətində deyir? 4 dənə tam qiymətində. Doğru cavab D variantı. Baxaq üçüncüyə. Aşağıdakı çoxluqlardan hansıları A çoxluğunun alt çoxluğudur? A çoxluğunun alt çoxluğu deyirsə, A-nın B-dən fərqli elementləri təbii ki, A-nın içində olan elementlər olacaq da. Bu nə deməkdir? A-da olub B-də olmayan elementlər. Yəni, bu A-da olan elementlərdir. A-da olan elementlər olduğuna görə bunun cavabı, o da A çoxluğunun təbii ki, alt çoxluğu olacaq. Bir doğrudur. İkinciyə baxsaq, A ilə B-nin kəsişməsi həm A-da, həm B-də olan elementlər olduğuna görə, təbii ki, o A çoxluğunun alt çoxluğu olacaq. Doğru cavab 2-də olur. B-nin A-dan fərqli elementləri ancaq B-də olub A-da olmayan elementlərdir. A-da olmayan elementlər deyəcək A çoxluğunun içərisində ola bilər. Ona görə də bu səhvdir. Birləşmədə isə B-nin də elementləri bura daxil ola biləcəyinə görə, B-nin elementləri A-da olmayacaq. Ona görə də o A çoxluğunun alt çoxluğu olmayacaq. Və 1 ilə 2 doğru cavab A variantı. Baxaq 4-cü suala. Cədvələ səslənən x-y hasilini tapın. A ədədinin tam hissəsi -3-dür, kəsr hissəsi 0,6-dır. Bu hansı ədəddir? Biz bilirik ki, mənfi ədədlərdə biraz dəyişik olur da tam və kəsr hissə. Əgər A ədədinin tam hissəsi -3-dürsə,
Deməli bu -2 tam kəsr hissəsi də 0,6-dırsa, -2,4-dür A ədədi. Niyə belə olur deyək? Çünki A ədədinin mənfi ədəddir görürük ki, mənfi ədədlərdə tam hissə həmişə burada yazılandan 1 vahid kiçik olur. Kəsr hissə isə ədədin özündən çıxırıq onun tam hissəsini, yəni -3 çıxanda toplanır və -2,4-ün üstünə 3 gəlində neçə edir? 0,6 edir. Və bu da olur kəsr hissəmiz. Belə. Deməli, onda A ədədimiz oldu -2,4. Bunu belə də eləyə bilərik tapmaq üsulu. -3-ün, yəni tam hissəsinin üstünə bax bu kəsr hissəsinin gəlməklə də bu ədədin özünü tapa bilərik. Bax -3 üstəgəl 0,6 eləyir -2,4. Yəni bu cürdə tapmaq mümkündür. B ədədinin də tam hissəsi -5, kəsr hissəsi 0,5 olduğuna görə elə B ədədini tapmaq üçün gəlin -5-in üstünə 0,5 gələk. Bu mənfi ədədlərdə ödənir ha bu şərt. Müsbətlərdə də ödənir. Tam hissəsi 2 olsun, kəsr hissəsi 0,4 olsun, toplasaq bəli ədədin özünü verəcək. Müsbətlərdə də ödənir, mənfilərdə də ödənir. Deməli ədədin özünü tapmaq üçün tam hissəsinin üstünə kəsr hissəsini gəlməliyəm. Və -3-ün üstünə 0,5 gələndə -4,5 elədi. Bu da B ədədidir. Hasilini istəyir də -2,4-ü vururam -4,5-ə. Deməli gəlin vuraq. Hasilimiz elədi deməli 10,8. Və hasildə bizdən XY hasilini istəyir də. XY hasilini istəyir. X nədir? Bizim AB hasilimizin tam hissəsi. Müsbət 10,3 10,8 olduğuna görə bunun tam hissəsi 10-dur. Kəsr hissəsi isə 0,8-dir. Və bizdən bunun hasilini istəyir. Onu da 0,8-ə vuranda cavab edir 8. Doğru cavab B variantı. Baxaq növbəti suala. Növbəti sualda A, B, C müsbət ədədlərdir. A-nın B-yə nisbəti bərabərdir B-nin C-yə nisbəti və A-nın C-yə nisbəti 4/9 olarsa, B-nin A-ya nisbətini tapın. A-nın C-yə nisbəti 4/9-dursa, deməli A-ya uyğun yerdə durduğuna görə 4K, C-yə isə 9K deyə bilərik. Onda A-nın yerinə burada 4K, C-nin yerinə burada 9K yazsaq, deməli B-nin A-ya nisbətini istəyir, eləmi? Gəlin buradan B-ni tapaq da. 4K kənar ədədlərin hasili orta ədədlərin hasilinə bərabərdir. 4K vur 9K eləyir 36K kvadratı bərabərdir B vur B kvadratı. Hər tərəfdən kök alsaq, B bərabərdir deməli 36K kvadratından da kök 6K çıxır. B də oldu 6K. B-nin A-ya nisbəti B 6K-dır, A-da 4K-dır. Burada tapmışdıq. İxtisar eləsəm, K-lar getdi. 2-yə ixtisar etsəm 2-də 3, o da edir 1,5. Doğru cavab C bəndi. Baxaq növbəti suala. İki xarici bucağının cəmi 252 olan üçbucağı, bu bucaqlara qonşu olmayan daxili bucağını tapın. İki xarici bucağının cəmi 252. Üçbucağın xarici bucaqlarının cəmi 360-dır. 360-dan çıxıram 252-ni. Qalır 8, 0, 108. 108 deməli üçbucağın 3-cü xarici bucağıdır və buna qonşu olan daxili bucağı istəyir. Çünki belə deyək də bu üçbucağımızdır. Tutaq ki bu xarici bucağı ilə bu xarici bucağının cəmi bizə veribdir. Mən də 360-dan çıxmaqla bu xarici bucağını tapdım və nəticədə bu bucaqlara qonşu olmayan bu daxili bucağı tapmaq üçün 180-dan çıxıram 108-i. O da eləyir 72 dərəcə. Doğru cavab A variantı. Baxaq növbəti suala. A çoxluğu sürəti 1 olan adi kəsrlər çoxluğudur. A çoxluğu sürəti 1 olan adi kəsrlər çoxluğudur. Məxrəci 152 olan düzgün kəsrlərdən neçəsi A çoxluğuna daxildir? Sürəti 1 olan adi kəsrlər çoxluğudur. Məxrəci 152 olan düzgün kəsrlərdən neçəsi A çoxluğuna daxildir? Deməli biz baxmalıyıq ki 152-nin
bölənlərinə baxmalıyıq ki, surətdə 152-nin bölənləri olmalıdır ki, o 152 ilə ixtisar getsin və nəticədə surətdə 1 qalsın. Onda gəlin 152-nin bölənlərini, natural bölənlərini tapaq. Birinci deməli, sadə vurğulara ayırırıq. 76, 2, 38, 2, 19, 19, 1. Olur, deməli, 2-nin kubu vurulsun 19. Natural bölənlərin sayını tapanda qüvvətlərin üzərinə 1 gəlirik və hasilini tapırıq. 3 üstəgəl 1, 1 üstəgəl 1, 3 üstəgəl 1, 4, 2-yə də vuranda eləyir 8. Deməli, 152-nin bölənləri 8 dənədir, natural bölənləri. Lakin bundan bir dənəsini çıxıram. Niyə görə bir dənəsini çıxdım? Çünki 152-nin bölənlərin içərisində 152-nin özü də var. Amma 152-də 152 kəsiri düzgün olmayan kəsirdir. Bizdən düzgün kəsirlər istədiyinə görə bunu saymırıq da. Və 7 dənə deməli belə al çoxluğunda element var. Doğru cavab E variantı. Baxaq növbəti suala. Qiymətli hissəsi tərtibinə bərabər olan ən böyük ədəd aşağıdakılardan hansına tam bölünmür? Qiymətli hissəsi tərtibinə bərabər olan. Deməli, bilirik ki, ədədin standart şəkli A vurulsun 10 üstü n şəklində yazılır. A burada 1 ilə 10 arasında olmalıdır. Bizə deyir ki, qiymətli hissə, yəni A, tərtibinə, yəni n-ə bərabərdir. Onda burada elə A yazaq da. Buradakı A nədirsə, burada da o olacaq. Bərabər olan ən böyük ədəd aşağıdakılardan hansına tam bölünmür? Ən böyük ədəd dediyinə görə mən burada A-ya bacardığım qədər ən böyük qiymət verirəm. Bacardığım qədər A-ya ən böyük nə verə bilərəm? Təbii ki, 9 verə bilərəm də. Onda A 9-dursa, yox 9 verməyək də, tərtibinə bərabər olan, 9 niyə verirəm? Çünki n burada natural ədəd olmalıdır axı. Burada natural ədəd məcburam verəm ki, əslində 9 da verə bilərik tərtibinə, qiymətli hissəsinə. Amma tərtib natural ədəd olmalıdır axı. Ona görə də deməli natural deyəndə ki, yəni tam ədəd olmalıdır da, mənfi də ola bilər, müsbət də ola bilər, amma tam olmalıdır. Ona görə də deməli qiymətli hissəyə tam ədəd verdim, 9 verdim. Onda tərtib də olur 9. Bura 9-dursa, burada 9-dur. Deməli bu hansı ədəddir? 9 vurulsun 10 üstü 9-dur. Hansına tam bölünmür deyir. Hansına tam bölünmür? Təbii ki 9-a bölünür. Çünki elə burada 9 varsa 9-dan ixtisar gedəcək. 8-ə də bölünəcək. Çünki 10 üstü 9-un içərisində 1000 var. 1000 8-ə bölünən ədəddir. 6-ya da bölünəcək. Çünki 9-un içində 3 var. Onun da içində 2 var. Təbii ki 3 ilə 2-nin hasili 6 eləyəcək və mütləq 6-ya bölünəcək. 5-ə də bölünəcək. Çünki 10 5-ə bölünən ədəddir. Lakin bu 7-yə bölünməyəcək. Çünki nə 9, nə də onun vurğularının içərisində 7 yoxdur ki, o 7-yə bölünsün. Doğru cavab C bəndi. 9-da 2 paralel düz xəttin kəsən əmələ gətirdiyi daxili bir tərəfli bucaqlardan biri 108-dir, digərini tap. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Ona görə də 180-dən 108-i çıxıram və tapıram ki, digər daxili bucaq 72 dərəcədir. Doğru cavab A bəndi. 10-cu, orta xətlərinin cəmi 24 olan bərabər tərəfli üçbucağın tərəfini tapın. Orta xətlərin bərabər tərəfli üçbucağın təbii ki, bütün tərəfləri bərabərdir. Ona görə də bütün orta xətləri də bir-birinə bərabərdir. A bölü 2, A bölü 2, A bölü 2. Və bunların cəmi 24-dürsə, onda 3 yerə böləndə hər orta xətdən 24-ü bölürəm 3-ə, hər orta xəttdə 8 düşür. Və bu da 8-dir, bu da 8-dir, bu da 8-dir. Və orta xətt tərəfin yarısına bərabər olduğuna görə deməli tərəflərimiz 16-dır. Doğru cavab D variantı. Növbəti sual. Növbəti sualda deyir 11-də A çoxhədlisini, B çoxhədlisini və C çoxhədlisini veribdir. Bunların elementlərini veribdir. Diaqramda rənglənmiş hissəyə uyğun elementlərin sayını tapın. Gəlin bu çoxhədlinin elementlərini bu diaqramın üzərində qeyd edək. A çoxhədlisi B çoxhədlisi ilə kəsişmə yerlərinə gəl baxaq.
Nələr kəsişdi A ilə B-də? 2, həm A-da var, həm B-də. Ona görə də 2-ni burada yazıram. A ilə B-nin kəsişmə yerində yazıram. 4, həm A-da var, həm B-də. Ona görə 4-ü də bu kəsişmə yerində yazıram. Sonra A ilə C-nin kəsişmələrinə gəlin baxaq. 1, həm A-da var, həm də C-də. Ona görə 1 buradadır. Başqa varmı? Yoxdur. Onda B ilə C-nin gəlin kəsişmələrinə baxaq. B ilə C-nin eyni elementlərinə baxaq. 2 ilə 4-ü qeyd eləmişəm B-də artıq. A-da da 1 ilə 2-ni, 4-ü qeyd eləmişəm. 3 bura düşür A-da. A-nın bütün çoxluqlarından fərqli elementidir. B ilə C-nin kəsişməsində 5 var. Hər ikisində 5 var. 5-i buraya yazıram. B ilə C-nin kəsişmə yerinə. 5-i də sildim. 5-i artıq qeyd eləmişəm. Burada da 1-i qeyd eləmişəm. Bir də 7 var hər ikisində. 5, 7. Bura qeyd eləyirəm. Bunları sildim. 6 deməli burada qalır. 6 burada qalır. 8 ilə də 9 burada qalır. İndi nə istəyir? Rənglənmiş hissəyə uyğun elementlərin sayı. 2 dənə burada element var, 2 dənə də burada. Deməli, cəmi 4 dənə element var rənglənmiş hissədə. Baxaq növbəti suala. Deməli, 12-ci məsələdə deyir ki, 2 növ duz və sudan ibarət olan məhlulun 10%-i birinci növ duz və 20%-i ikinci növ duzdur. Bu məhluldakı suyun miqdarı 210 qram olarsa, birinci növ duz neçə qramdır? Deməli, məhlulumuzun çəkisini gəlin x götürək. X-in 10%-i birinci növ duzdur. Üstəgəl. X-in 20%-i də ikinci növ duzun miqdarıdır. Üstəgəl 210 qram da su var. Üstünə 210 qram gəlsən, ümumi məhlulumun çəkisi alınır. X alınır. İndi gəlin hesablayaq. Sıfırlar burada ixtisar getdi. 10-da 3x, 10-da 1 ilə 10-da 2x-i topladım. Burada da x var da. Bunu da x-in yanına atsam, x çıxılsın 10-da 3x bərabərdir 210 olar. 10-da 7x bərabərdir 210 olar. 7 ilə 210 ixtisar gedir. Burada 30 qalır. X də bərabərdir 300. Deməli, məhlulumun ümumi çəkisi 300 qramdır. Və birinci növ duzun miqdarını soruşduğuna görə birinci növ duz 10% idi axı. 10%-ni tapıram. Sıfırlar ixtisar gedir və tapıram ki 30 qramdır. Doğru cavab B bəndi. 13-cü məsələdə aşağıdakı ədədlərdən hansı 9-a qalıqsız bölünür? 9-a bölünmə əlaməti rəqəmləri cəmi 9-a bölünəndə 9-a bölünür. Gəlin buradakı ədədlərin rəqəmləri cəminə baxaq. 9-un üstünə 8, 17, üstünə 7, 24, üstünə 6, 30. Bu deyil. 8-in üstünə 7, 15, üstünə 5, 20, üstünə 6, 26. 9-a bölünmür. 7 üstə 6, 13, üstünə 5, 18, üstünə 4, 22. Bu da 9-a bölünmür. 6 üstə 5, 11, üstünə 4, 15, üstünə 3, 18. 18 9-a bölünən ədəd olduğuna görə D bəndindəki ədəd 9-a bölünür. 14-də AB parçası üzərində C nöqtəsi qeyd olunmuşdur. Bax, qeyd edək. AB parçası üzərində hər hansı bir C nöqtəsi qeyd edək. AB-nin ümumi uzunluğu A-dır. AC-nin uzunluğu B olarsa, A nöqtəsindən, yəni buradan, gəlin bir də göstərim. Buradan A nöqtəsindən CB parçasının orta nöqtəsinə qədər məsafəni A və B ilə ifadə edir. CB-nin orta nöqtəsi. CB-nin uzunluğu nə qədərdir? AB-nin uzunluğundan, yəni A-dan çıxacam B-ni də. CB-nin orta nöqtəsi təbii ki, bunun fərqidir də, yarısıdır da. CB məsafəsinin yarısıdır. Yəni CB A çıxıb edirsə, A çıxıb B böl 2, A çıxıb B böl 2 bölünür. Bizə nə istəyir? A nöqtəsindən CB-nin orta nöqtəsinə qədər məsafəni. Yəni bax, buradan bura qədər məsafəni istəyir. AC-yə qədər məsafə B-dir. AC-yə qədər məsafə B-dir. Üstünə gəlirəm. C-dən bax bu D-yə qədər də məsafə A çıx B böl 2-dir. Ortaq məxrəcimiz 2-dir. 2-ni B-yə vuranda bu məxrəci 1-dir. B-yə vuranda 2B üstə gəl. A çıx B. 2B-dən B çıxanda B eləyir. Üstünə A böl 2. Olacaq A üstə gəl B böl 2. Doğru cavab B bəndi. Baxaq növbəti suala. 15-də kəsirlərini müqayisə edin. Burada məxrəcləri və sürətləri, yəni C ilə fərqlidir. Amma bu ikisini hal-hazırda müqayisə edə bilərəm. Sürətləri eynidir. Sürətləri eyni olan kəsirlərdən məxrəci deməli kiçik olan böyük olur. Yəni A B-dən böyükdür. Bu aydındır. İndi bir dənə qaldı C-ni müqayisə eləyəm. C-ni də gəlin elə A ilə müqayisə eləsəm,
S-ni də A ilə müqayisə eləsəm, deməli S-ni A ilə müqayisə eləsəm, bunların da məxrəcləri eynidir. Məxrəcləri eyni olan kəsrlərdən sürəti böyük olan böyük olur. S-nin sürəti böyük olduğuna görə S deməli burada A-dan daha böyükdür. Doğru cavab C bəndi. 16-cı məsələdə deyir ki, ASB düzbucaqlı üçbucağında ASB bucağı 90 dərəcəyə bərabərdir. Yəni bu təpə bucağı 90 dərəcədir. Bucaq SDB 74 dərəcə və AB bərabərdir 2 vurulsun CD-dir. Burada 2x olanda burada x-dir. Ondan sonra nə deyir? Şəklə əsasən bucaq CAB-ni tapın. CAB-ni. Bax, bu bucağı bizdən soruşur. İndi belə eləyək. Gəlin buradan düzbucaqlı üçbucağımızın bu şəkildə medianını çəkək. Düzbucaqlı üçbucağın medianını çəksəm, onda median yarı bölür də. Bura x-dirsə, burada x-dir və düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median hipotenuzu yarı bölür və özü də onun uzunluğuna bərabər olur. Deməli, bu da x-dir. Onda fikir versək bu üçbucağa bərabər yanlı olur da. Onda deməli bu bucaqda 74 olur. Bu bucaqda 74 olur. Bu bucaqda 74'dür. Sonra keçək bu üçbucağa baxaq. Bu üçbucaqda gördüyünüz kimi bərabər yanlıdır. Və bərabər yanlı olduğuna görə bu oturacağa biçik bucaqlar bir-birinə bərabər olmalıdır. Bu bettadırsa, bu da bettadır. Və bu da onun xarici bucağıdır, 74. Üçbucağın xarici bucağı özünə qonşu olmayan daxili bucaqların cəminə bərabərdir də. Deməli, onda bu da 37-dir, bu da 37-dir, yarı böldüm. Tapdım ki, bax, bu bucaq 37-dirsə, bizdə ümumi düzbucaqlı üçbucağı idi axı. Düzbucaqlı üçbucaqdır axı. Bir iti bucağı 37-dirsə, digər iti bucağını tapmaq üçün 90-dan çıxıram 37-ni. Və 53 dərəcə qalır. Doğru cavab B variantı. Baxın növbəti suala. 17-ci məsələdə deyir ki, birinci traktor sahənin 20%-ni şumladı. İkinci traktor qalan sahənin neçə faizini şumlamalıdır ki, birinci traktor ilə eyni qədər sahəni şumlamış olsun. Birinci traktor sahənin 20%-ni şumlayıbsa, ikinci traktor qalan sahənin, deməli 20% şumlanıbsa, sahənin 80% qalıbdır da. Qalan sahə, deməli, ümumi sahəmizi x götürürəm, 80% qalıbdır. İkinci traktorda bu qalan sahənin deyir, neçə faizini şumlamalıdır ki, birinci traktor ilə eyni qədər sahə şumlasın. Birinci traktor ümumi sahənin 20%-ni şumlamışdır. X-in 20%-nə deməli bərabər olmalıdır. Yüzlər buradan ixtisar gedir, x-lar ixtisar gedir. 80-la da 20 ixtisar gedir. Burada 4 qalır, burada 1. P bərabərdir. Deməli, 4-də 1 neçə faizini şumlamalıdır. Bunu da faizi çevirsək, deməli 4-də 1 hissədə faizi də çevirsək 100-ə vurmalıyam. 100-də 4-ə böləndə 25%-ni deməli şumlamalıdır. Doğru cavab E variantı. Növbəti 18-də 2 müsbət qarşılıqlı tərs ədədin həndəsi ortasını tapın. 2 müsbət qarşılıqlı tərs ədədim. Biri x olsun, biri y olsun. Qarşılıqlı tərs ədəd deyirsə, biri x, biri 1 bölü x. Tərs ədədlər. Həndəsi ortam, deməli bunların hasilinin kök 6-sıdır. İxtisar gedir, təbii ki 1 eləyir də, o da 1-dir. Doğru cavab C bəndi. 19-da ifadəsinin qiymətini hesablayın. Burada nə verib? Bir dəqiqə. Burada kubu verib də, 5-də 3-ün kubu. 125-də 27. Üstə gəl. Burada nə verib? Kvadrat verib. Bu 5-in kvadratı, 3-ün kvadratı. Elə. Bu da məxrəcdə olur. 5-in kvadratı vur 5, eləyir 125. Sürətdə də olur 3-ün kvadratı 9, 2-yə də vuranda 18. Burada da 5-i 5-ə vuranda 25. Sürətdə də 3-ü 2-yə vuranda 6. Üstə gəlsin 5-də 3. Hesablayaq. Ortaq məxrəcimiz 125. Sürətdə burada 27 üstə gəl, 18 üstə gəl. 125-i 25-ə böləndə 5, 5-i 6-ya vuranda 30, 125-i 5-ə böləndə 25, 3-ə vuranda 75. Sürəti toplasaq 27 üstünə 18, 45, 45-in üstünə 30, 75, 75-in üstünə 75, 150. 150 ilə də 125-i gəlin 5-ə ixtisar eləyək. 25, 5-ə ixtisar edirəm 30.
5'i ixtisar edirəm 6, 5'i ixtisar edirəm 5. 6'nı 5'ə bölündə 1,2. Doğru cavab B bəndi. Baxaq növbəti suala. Hansı müsbət ədədi 3, 5, 7 nisbətində böldükdə alınan ədədlərin ən böyük ilə ən kiçiyin fərqi 20 olur? Deməli, ədədlərdən biri 3K, biri 5K, biri 7K'dır. Alınan ədədlərin ən böyüyü 7K'dır, ən kiçiyi 3K'dır və bunların fərqi deyir 20 olsun. Onda 4K bərabərdir 20'yə, K da bərabərdir 24'ə bölündə 5. Hansı müsbət ədəddən söhbət gedir? Ədədimizin özü 3K, 5K, 7K cəmidir də, yəni 15K'dır. 15K'dırsa, K'nı da 5 dəxə, 15'i vururam 5'ə, eləyir 75 ədədindən deməli söhbət gedir. Doğru cavab A bəndi. 21'də 140 və 196 ədədlərinin ortaq bölənlərinin sayını tapın. 140'ı sadə vurğulara ayıraq, 196'nı sadə vurğulara ayıraq. 2, 72, 35, 5, 7, 7, 1. Burada da 196'ı ayıram. 2, 98, 2, 49, 7, 7, 7, 1. İndi gəlim ortaq bölənlərinin sayını istəyir. Ortaq bölən, yəni hər ikisində olanlara baxaq. 2 hər ikisində var, bu 2 də hər ikisində var, bu 7 hər ikisində var. 3 dənə deməli bundadır, 3 dənə də bundadır. Bunların ortaq olan vuruqları deməli 2 vur 2 vur 7 olduğuna görə 2 vur 2 vur 7'dən ibarət olan natural bölünənlərin sayını gəlin tapaq. Bu eləyir 2'nin kvartı vur 7'də. Qüvvətin üstünə 1 gəlib, bunların hasilini tapıram. 2'nin üstünə 1 gələndə 3, 2'yə də vuranda 6. Deməli 6 dənə ortaq bölənləri var. Doğru cavab B bəndi. 22'də AB CD-yə paraleldir. Deməli AB paraleldir CD-yə. O da paraleldir YF-ə. Aha, bunlar paraleldirlər. AB, CD, YF. ABO 106 dərəcə. FYO 130 dərəcə. OC parçası deməli OC hardadır bu? OC parçası BOE-nin təm bölənidir. Şəklə əsasən OCD-ni tapın. Aha, hər şey üstündə veribdir. Paralel xəttləri də bilirəm ki, hansılar paraleldirlər. Deməli, bu CD-nin uzantısını çəksəm, bu AB ilə paraleldir. O da deməli bununla paraleldir. Bunların uzantılarını çəkdik. İndi gəlin baxaq. İndi bunlara baxaq. Deməli, nələri bilirik, nələri bizə lazımdır. Bu kəsənlərin uzantısını da çəksəm, bu 130 dərəcədirsə, bu 130 dərəcədirsə, bu bunun qonşu bucağı, bu 50'dir. Bu 50'dirsə, bu da onun çarpaz bucağı, bu da 50'dir. Sonra bu 106 dərəcədirsə, bu da onun çarpaz bucağı, bu da 106'dır. İndi bax, bu 106'dırsa, bu onun qonşu bucağı, 180'dan 106 çıxanda 74 dərəcədir. Bu da 130'dursa, bu da onun qonşu bucağı 50 dərəcədir. Deməli, çünki qonşu bucaqların cəmi 180 olur da. İndi buradakı üç bucağa fikir versək, bu üç bucaqdır da elə. Hər hansı bir üç bucaqdır. Üç bucağın daxili bucaqların cəmi 180 olmalıdır. Deməli, onda 180'dan mən 74 ilə 50'nin cəmini çıxıram və tapıram ki, 180 çıxılsın 124, bu da eləyir 6, 7 necə 56. Və tapıram ki, deməli, bax bu bucaq 56'dır. Axı bu CO təm böləndir. 56'nı yarıdan bölür də. 28 bura düşür, 28 də bura düşür. İndi gəlin bu üç bucağa fikir versək, bu üç bucağa baxsaq, adi bir üç bucaqdır. Bir bucağı 28 dərəcədir, bir bucağı da 50. Və bu üçüncü bucağını tapmaq üçün 180'dan çıxıram 28 ilə 50'nin cəmini. 180'dan çıxıram 78'i,
Bu da eləyir 2, 102 dərəcə. Tapdıq ki, deməli, bizdən tələb olunan OSD bucağı 102 dərəcədir. Doğru cavab D bəndi. 23-dən deyir ki, iki tərəfi 8-10 olan üçbucağın 3-cü tərəfinə çəkilən medianı m santimetr olarsa, iki tərəfi 8-14-dür. 3-cü tərəfinə çəkilən median m-dir. Median bilirik ki, qarşı tərəfi yarı bölür. M-in ala biləcəyi tam qiymətlərin sayını tapın. Aha, deməli, iki tərəf 3-cü tərəfə çəkilən, bu da mediandır. Bizə iki tərəfin uzunluğunu verib 8, 14. Gəlin 3-cü tərəfin, bax bu tərəfin ala biləcəyi qiyməti aralığını müəyyən edək. A ədədi bilirik ki, üçbucaq bərabərsizliyinə əsasən digər iki tərəfin fərqindən böyük, modulundan böyük, yəni 14/8 cəmindən kiçik olmalıdır. Fərqi eləyir 6, cəmi eləyir 22. Median axı bu A tərəfini yarı bölür. Onda gəl A-nı 2 bölək yarı. 2-yə bölürəm. Bax, hər tərəfi 2-yə bölürəm ki, yarısının düşdüyü aralığı müəyyən edim. 11. Deməli, 3 ilə 11 arasındadır. Bax, bu hissə 3 ilə 11-in arasındadır. 3 ilə, bu hissəyə bir x deyək. 11-in arasındadır. İndi gəlin median üçün aralıq müəyyən edək. Bax, bu median üçün m-in ala biləcəyi tam median üçün aralıqları müəyyən edək. M-in ala biləcəyi tam qiymətlərin sayını tapın. Əslində, median üçün aralıqdansa düsturla eləmək daha rahat olar. Gəlin belə eləyək, bunun yarısını tapmayaq. Medianın düsturunu gəlin yazaq. Median bərabərdir 2-də 1 kök altda 2a kvadratı plus 2b kvadratı çıx c kvadratı. C çəkildiyi tərəfdir. Yəni, mən buna A kimi işarə eləmişəm. Gəlin, bunu C eləyək ki, qarşılıqlıq düşməsin. Yəni, bu C tərəfidir. İndi, olur 2-də 1 kök altda 2a kvadratı. 8-in kvadratı 64. Üstə gəl. 2 vurulsun b kvadratı. 14-ün kvadratı 256. 196. Çıx c kvadratı. İndi bunu hesablayaq. Olur belə 2-də 1 kök altda. 2-ni 64-ə vuranda 128. Üstə gəl. 2-ni 196-ya vuranda 12, 1 yadda 18, 19, 392 çıx c kvadratı. Bu da olur 2-də 1 kök altda. 128-in üstünə 392 gələndə 1, 12, 400, 520 çıx c kvadratı. İndi c-yə gəlin baxaq. C dedik ki, 6 ilə 22 arasındadır. İndi burada bax, C-nin qiyməti 6 ilə 22-nin arasındadır da. Ona mən bura bir dəfə C-nin yerinə 6 qoyuram. Olur 6-ın kvadratı. 2-də 1, 520 çıx 36. 520-dən 36 çıxanda deməli qalır 4. 11-dən çıxanda 8, 484. Ondan da 22 çıxır. 22 də 2 ilə yaxça gedir 11. Bir dəfə də qoyuram C-nin yerinə bunun maksimum qiymətini, yəni 22-ni, 22-nin kvadratı. Bu da eləyir 2-də 1 kök altda, 520-dən 484 çıxanda 36, 2-də 1 vur 6, o da eləyir 3. Deməli, bizim medianımız nə 3-ü ala bilmir, 3-dən böyük, 11-dən kiçik qiymətlər alacaq da. Nə sual verirdi? M-in ala biləcəyi tam qiymətlərin sayını. Sayını istəyir də. Deməli, 3 ilə 11 arasında M qiymət ala bilər. 11-dən çıxırıq 3-ü. Deməli, 11-dən çıxırıq 3-ü. Bu da eləyir 8. Tapdıq ki, deməli, M 8 dənə qiymət ala bilər. Bir dəqiqə, burada nə 11 daxil deyil, nə də 3 daxil deyil. Heç bir daxil deyil axı. Onda bir dənə 1-i çıxmalıyıq. Deməli, 7 dənə M qiymət ala bilər. Baxaq növbəti sualı. Növbəti 24-də deyir, ədəd oxunda A 12 nöqtəsindən 8 vahid məsafədə yerləşən nöqtələrin koordinatlarının hansını tapın.
Adətindən ola bilər ki, bu nöqtə sağda yerləşsin, ola bilər solda. Sağda yerləşirsə A-nın koordinatının üstünə 8 gəlirəm. 12 üstə 8 20 olur. Solda yerləşirsə 12-dən 8 çıxıram 4 olur. Hasilini istəyir. 4 vur 20 bərabərdir 80-a. Növbəti 25-də A və B çoxluqlarını veribdir. Birləşməsinin elementlərin sayı 48 dənə. Kəsişmə 12-dir. Bunun cəmini istəyir. Belə bir düstur var ki, birləşmənin elementlərin sayı bərabərdir. A-nın B-dən fərqli elementlərin sayı üstəgəl B-nin A-dan fərqli elementlərinin sayı üstəgəl onların kəsişməsi. İndi qiymətləri yerinə qoysaq, deməli bu cəmi tapmaq üçün, yəni bu cəmi tapmaq üçün mən birləşmənin elementlərin sayından kəsişmənin elementlərin sayını çıxmalıyam. 48-dən 12 çıxanda qalacaq 36. Doğru cavab 36. 26-da x-in hansı qiymətində bucaqları uyğun tərəfləri perpendikulyar olan müxtəlif növlü bucaqlardır. Uyğun tərəfləri perpendikulyar olan müxtəlif növlü bucaq deyirsə, onların cəmi 180 dərəcə olacaq. 3x üstəgəl 10-un üstünə x plus 10 gəlirəm, bərabərdir 180-da. 4x plus 20 bərabərdir 180-da. 4x bərabərdir 180-da 20 çıxıram 160-a, x də olur 40. X-in hansı qiymətindədir? 40 qiymətində, 40 dərəcədə yəni. Növbəti 27-də katetləri 6 sm və 8 sm olan düzbucaqlı üçbucaq üçün uyğunluğu müəyyən edin. Katetləri 6-8-dirsə, düzbucaqlı üçbucaqdırsa, hipotenuzu 10-dur deməli Pifaqor teoreminə görə. Çünki 6-nın kvadratı üstəgəl 8-in kvadratı hipotenuzun kvadratı eləyir. İndi bizə nə deyir? Hipotenuza çəkilən hündürlük. Onu müəyyən. Bunların qiymətlərini müəyyən eləməliyəm. Bir dəqiqə şəkli qəşəng çəkək. Deməli, belə 6 bura, 8 bura, 10 da bura. Hipotenuza çəkilən hündürlüyü müəyyən eləməliyik. Deməli, hipotenuza çəkilən hündürlük h kvadratı bərabərdir. Hipotenuza çəkilən hündürlük həmişə A vurulsun, B bölünsün, C. Yəni, katetlər arasının hipotenuza nisbəti ilə tapılır. 6 vur 8 bölü 10 eləyəcək 4,8. Deməli, B-yə D uyğun gəldi. Hipotenuza çəkilən hündürlük 4,8-dir. Sonra, daxilinə çəkilmiş çevrənin radiusu. Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunun düsturunu gəlin yazaq. R bərabərdir. Deməli, A plus B plus C böl 2. Hədəsə çıx. İndi hesablayaq. 6 üstəgəl 8 eləyir 14, çıx 10 eləyir 4 böl 2, 2. Deməli, buna uyğun gəlir A, daxilə çəkilmiş çevrənin radiusuna. Sonra, bir də nə istəyir? Xarici çəkilmiş çevrənin radiusu. Xarici çəkilmiş çevrənin radiusu hipotenuzun yarısına bərabər olur. Hipotenuz 10-dursa, yarısı da 5-dir. Buna da uyğun gəlir E. Uyğunluğumuz olur bu şəkildə. Baxaq növbəti suala. Burada isə deyir ki, məktəb 10-cu sinif şagirdləri arasında bilik yarışı keçirir. 10-cu sinifdə oxuyan qızların sayı 66-dır. Deməli, qızların sayı 66-dır. Oğlanların sayı isə qızların sayının 0-dan deməli, dövrdə 63 hissəsini təşkil edir. Gəlin əvvəlcə bunu tapaq. 0-dan dövrdə 63-ü birinci kəsrə çevirsəm, dövrü çevirmək üçün dövrdəki rəqəmlərin sayı qədər 9, sürətdəki dövrdəki rəqəmi yazıram. 66-nın deməli, bu hissəsini tapmaq üçün 66-ya vururam. 11 ixtisar gedir 6, 11 ixtisar gedir 9. 9-da 3 ixtisar edirəm 3. Bunu da elə 9 ixtisar eləyək də, 9 ixtisar edirəm 1, 9 ixtisar edirəm 7. 7-ni də 6-ya vuranda 42. Deməli, tapdım ki, 42 dənə də oğlan var 10-cu sinifdə. Sorum nə istəyir? Bilik yarışı üzrə ayrılan 1200 manat pulun 55%-i ilk 3 yeri tutan komandalara verilmişdir. 1200-ün 55%-ni də tapsaq, 1200-ü vururam 55-ə, bölürəm 100-ə, sıfırlar ixtisar gedir, 12-ni vururam 55-ə. 12 vuranda 50-yə eləyir 600, 660. Tapdım ki, deməli 660 manat ilk 3 yeri tutan komandaya pul veriləcək.
İndi gəlin baxaq ilk məsələyə. Deməli 28-ci sualda deyir ki, şagirdlər yarışda tərkibləri eyni olan, hər komandada olanların sayı eyni, qızların sayı eyni, komandalar şəklində iştirak edirlər. Komandalardakı şagirdlərin sayının ən az olması üçün komandaların sayı neçə olmalıdır? Deməli, biz tapmışdıq ki, 42 dənə oğlan, 66 dənə qız varsa, onların əvobunu tapırıq. Və burada ortaqlıq nədir? 6-dır da, 7, 11. Əbob deməli 6-dır. Belə müəyyən elədik ki, deməli 6 komanda bölünür. Şagirdlərin sayının, komandadakı şagirdlərin sayının ən az olması üçün deməli onlar 6 komandaya bölünməlidirlər. Və hər komandada deməli 11 dənə qız, 42 bölü 6, 7 dənə də oğlan iştirak edəcək. Sonra növbəti 29-cu sualda deyir, əvvəlki il bu məktəbin 9-cu sinif şagirdlərindən oğlanların 30%, qızların isə 12% orta ixtisas məktəbinə gedib. Aha, bu 10-cu sinif şagirdləri idi də, elə bizim danışdığımız. Aha, 9-cu sinifdə deməli oğlanların 30% gedibdi, qızların da 12% gedibdi. 9-cu sinif şagirdlərinin neçə faizi bu məktəbdə 10-cu sinif təhsilini davam etdirib? Deməli belə baxaq da, 30% gedibsə, oğlanların 30% gedibsə, deməli 70% qalıbdı da. Qalanlar nə qədərdir? 42 dənə oğlan qalıb. 70% 42-dirsə, görək oğlanların sayı əvvəl nə qədər idi? X bərabərdir 100 vur 42 bölünsün 70-ə. Sıfırlar ixtisar gedir. Bu da 6. Deməli 60. 60 dənə deməli əvvəl oğlan var idi. Qızların da 12% gedibsə, 100 çıx 12 88% deməli qalıbdır. İşte qalan qızlar 66 dənədir. 86 66-dırsa 100% nə qədərdir? Y-də olur 100 vur 66 böl 88. 11 ixtisarlasam 8, 11 ixtisarlasam 6, 2 ixtisarlasam 4, burada 3, 4 dənə də 100, 25. 25 də olanda 75. Deməli əvvəl 75 dənə də qız var idi. Toplasaq 75 ilə 60-ı, 135 dənə əvvəl şagird var idi. Onun sinifdə təhsilini davam etdirir. 9-cu sinif şagirdlərinin neçə faizi? Aha, 135 şagird var idi 9-cu sinifdə. Bunun neçə faizi 10-cu sinif davam edir? 10-cu sinif davam elətdirən nə qədərdir? 66 ilə 42 nəfərdə. 66 ilə 42-ni toplayıram və tapıram ki, 108 nəfər davam elətdirir. 108 135-in neçə faizidir? Bunu tapmaq üçün 108-i 100-ə vurub 135-ə bölmək lazımdır. İxtisar eləsək 5-ə, 5-ə ixtisar eləsəm 27, 5-ə ixtisar eləsəm 20, bunu da 27 ilə ixtisar eləyə bilərəm də, 4 dəfə düşür, 4 də 20-yə vuranda 80, deməli 80% davam elətdirir. Növbəti 30-da isə yarışda ilk 3 yeri tutan komandalara verilən pul komandaların tutduğu yerlərin nömrələri ilə tərs mütənasibdir. Tutduğu yerlərin nömrələri. Birinci yer, ikinci yer, üçüncü yer. Bunlarla tərs mütənasibdirsə, deməli 1K üstəgəl 2-də 1K üstəgəl 3-də 1K. Komandalara nə qədər pul verilmişdi? Mən burada tapmışdım. 660 manat. Bərabər edirəm 660-a. Ortaq məxrəc 6, 6K üstəgəl 3K üstəgəl 2K bərabərdir 660-a. Surət eləyir 9, 11K bölünsün 6 bərabərdir 660-a. 11 ilə 660 ixtisar gedir. X da olur 360. Və bizə deyir ki, ilk yeri tutan 1K-dır da elə. O da eləyir 360 manat. Yəni birinci yer tutana 360 manat pul verilibdir. Belə bugünkü sınağa düşən riyaziyyat suallarının izahlarını paylaşdım. Bu videomuzda bu qədər. Sağ olun.